Əziz dostlar, mən sizə çox maraqlı bir saytı göstərmək istəyirəm. Deməli, bu OTMAS saytıdır. OTMAS onlayn təhsil mərkəzidir. Müxtəlif kateqoriyalara uyğun, bu ölkədə mövcud olan bütün məzmunlara uyğun test tapşırıqlarını təqdim edir. Əslində müxtəlif digər məqamları da var, amma indiki halda ancaq test tapşırıqları təqdim edir. Burada həm şagirdlər, həm məktəblər, həm də müəllimlər bizlə əməkdaşlıq edə bilər. Deməli, hansı nömrələr burada qeyd olunur? Bu nömrələrin WhatsApp-ına və yaxud özünə yazmaq olar. Hər bir müəllim də burada test tapşırığı yaza bilər, yerləşdirə bilər. Eyni zamanda şagirdlər də, məsələn, yüksəliş müsabiqəsi keçirilə bilər. Burada rahat daxil ola bilərsiniz. Hər hansı bir tapşırıqları oradan qeyd edə bilərsiniz və yaxud istifadə edə bilərsiniz. Orta məktəb şagirdləri orta məktəb kateqoriyasına daxil ola bilər. Orada özlərinə uyğun, məsələn, 5-ci sinif şagirdləri 5-ci sinifə uyğun olaraq testlər tapa bilərlər. Eyni zamanda müəllimlər də daxil olub öz dərs keçdikləri siniflər üzrə test tapşırıqları yarada bilər və bütün ölkəyə o tapşırıqlar təqdim oluna bilər. Dostlar, sizdən xahiş edirəm ki, bu videonu paylaşın, təbliğ eləyin. Həm müəllimlər, həm də şagirdlər deməli, bu platformadan rahat-rahat istifadə eləsinlər və kifayət qədər çox test tapşırıq işləmək olar, həm müəllimlər, həm şagirdlər. Hər kəsə uğurlar və ümid edirəm ki, bu video hamı üçün maraqlı olacaq. Nə suallarınız olsa, oradakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz və o məlumatları bizdən dəqiqləşdirə bilərsiniz. Mənim sizə demək istədiklərim bu qədər. Sağ olun.